Şəkildəki ABCD kvadratında kosinus alfa 3 bölünsün kök altda 10 olarsa tangens bettanı tapın. Kosinus alfa bucağa bitişik katetin hipotenuza nisbətidir. Yəni BC-nin YC-yə nisbəti. Burada 3'ün kök altda 10'a nisbətidir. Biz götürsək ki BC 3'dür. YC də kök altda 10. Pifagor teoreminə əsasən BY-ni tapa bilərik. BY bərabər olacaq kök altında. Kök altda 10'un kvadratı çıxılsın 3'ün kvadratı. Bu da bərabərdir. Kök altda 10'un kvadratı 10 eləyir. 3'ün kvadratı 9 edir. Bunların fərqi isə 1'ə bərabərdir. Deməli BY 1'dir. Kvadratın tərəfini 3 götürmüşdük. Deməli BY 1'dirsə YA 2 olacaq. Tangens beta isə tangens beta bərabərdir. Tangens beta qarşı katetin bitişik katetə nisbətidir. Yəni qarşı katet YA bölünsün bitişik katet AD. AD 3 bucağın tərəfidir. 3'ə bərabərdir. YA-nı 2 tapdıq. Deməli 2'nin 3'ə nisbətidir. 2'nin 3'ə nisbəti buradakı variantımız. Doğru cavab 2/3.